Şəhidlərimizə rəhmət eləsin, məkanlar cənnət olsun. İdmançılarımız, qazilərimiz toplaşmışıq. Bugün Novruz bayramı münasibəti ilə şəhidlərimizin ziyarətinə gedirik. Bu ənənəvi olaraq gənclər adından şəhidlərimizi ziyarət etməyə gedirik. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Rəhmət eləsin, məkanlar cənnət olsun. Allah hər birə rəhmət eləsin. İmişli rayon Hacər Matlı kəndi. Cəm şəhidlərimizə, məkanlar cənnət olsun. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirlər nurlandı olsun. Sizlər sözünüz varsa danışın. Zabişov Tacəddin 2-ci Qarabağ müharibəsinin şəhididir. Allah məkanı cənnət eləsin. Bugün buraya gələn dostlarına özləri minnətdarlığımı bildirirəm ki, bu bayram günündə, əz günündə gəlib bunlara yad edilmişik. Təbii ki, bu bizim vətəndaşlıq borcumuzdur. Ümumiyyətlə, həm pis, həm yaxşı günümüzdə şəhidlərə diqqət, qayğı göstərmək, onlara ehtiramımızı saxlamaq bizim öz vətəndaşlıq borcumuzdur. Allah cəmi Azərbaycan azadlığı uğrunda canlarından keçmiş igidlərimizə qəni-qəni rəhmət eləsin. Allah onların məkanı cənnət eləsin. Amin. Amin. Allah hamımıza kömək olsun. Rəhmət eləsin. İnşallah ki, məkanları cənnətdir. Onların sayəsində bugün azad firavan ölkəmizə rahat yaşayırıq. Bayramı rahat qeyd edirik. Gün rahatlığı ilə. 1992-ci ildə şəhid olub. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Məkanlar cənnət olsun. Allah rəhmət eləsin. Vəliyev Tural İlhamoğlu ziyarətə gəliblər. Babaşov Ucal Nərbalaoğlu rəhmət eləsin. Şəhidimiz ziyarət eləmək üçün Kirvantikən sakinləri Novruz bayramının əlaqədar gəlib ziyarət edir. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Xəlifəli kəndində Ucal qardaşımızın məzarının üstündəyik.
özümüzə borc bilirik. Hər ildən ilə ənənəviyə çevirmiş bunu. Gənclər, qazilər, idmançılar adından gəlib ziyarət edirik. Sadiq müəllim, bu sən də öz sözlərin. Allah rəhmət eləsin, qardaşımız bizim milli ordunun zabiti idi. 24 saatlıq antiterror əməliyyatında şəhid olub, qəhrəmancasına Allah rəhmət eləsin, Amin. ailəsinə səbir versin. İlmi müəllim, buyurun sizə söz. Babaşa Uzaq Mərbaloğlu Təlbəli kəndinin şəhididir. Qeyd etmək lazımdır ki, Uzal eyni zamanda 2-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüşdür. Lakin antiterror əməliyyatı zamanı 23 saatlıq əməliyyatlarda iştirak etmiş və qəhrəmancasına vətən yolunda canını fəda etmişdir. Uzalın timsalında vətən yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Təbii ki, bu işin ərsəyə gəlməsində təşkilatçı olan Hacı qardaşımıza dərin minnətdarlığımızı bildirir ki, bir növ bunu əmələ çevirdik ki, biz hər zaman gələn şəhidlərimizi ziyarət edək. Bunun üçün ona dərin minnətdarlığımızı bildiririk. Allah sağ eləsin. Borcumuzdur. Şəhidlər o zaman ölür ki, onlar unutulur. Şəhidləri unutmaq olmaz. Şəhidlər bizdən ötürü canlarını fəda Nə qədər edirlər. ki, hadi sənin kimi belə təşkilatçılar, diqqətli olanlar var, onlar heç vaxt unutulmayacaqlar. Çox sağ olun. Borcumuzdur. Mən özümə borc bilirəm. Yəni hər il heç olmasa bayramdan bayrama yəni şəhidlərimizi ziyarət eləməliyik. Yəni özümə borc İmkan bilirəm. tapdıqca Siz də sağ olun ki, mənim çağırığıma gəlirsiniz. Təşəkkür edirəm sizə də. Deyirəm, deyən kimi də siz özünüzə də borc bilirsiniz. Hamımızın da borcumuzdur. Gəlirik, ziyarət edirik. Çox sağ olun. Allah kömək Təbii etsin. böyük məmnuniyyətlə Minnətdarım. sağlıqça Çox gəlmək təşəkkür bizim ederim. borcumuzdur və qeyd etmək lazımdır ki, təkcə bu şəhidlərimiz yox, onların ailələrini də ziyarət etmək lazımdır. Yəni onların gedib hər hansı bir işinə görmək şəxsən bizlər üçün ən böyük, ən şərəfli işdir. İnşallah o da olacaq. O da Ailələrinə də, olur. ailələrinə də baş çəkəcək. Mən demişəm şəhid atalarına ki, sizin bir oğul itirib 100 oğul qazanmışsınız. Yəni biz hər zaman sizin qarşınızda baş əyirik. kömək olsun. Allah rəhmət eylesin. Allah razı olsun. Təşəkkür edirəm. Gəldiyinizə görə minnətdarım. Allah sizə var eləsin. Sağ olun. Sizə gələn ayağınız var. Sağ olun. Təşəkkür edirəm. Allah ölənlərinizə rəhmət eləsin. Allah rəhmət eləsin.